Bildiyimiz kimi aşura mərasimləri başlayıb və ilin 11 ayı səssiz qalan imanlı müsəlmanlar yenidən aktivləşib, coşublar. Çox gözəl, çox pakizə. Bu hər kəsin konstitusion hüququdur ki, dini inanclarını zorakılığa yol vermədən sərbəst şəkildə yaşasınlar. Amma adamda ikrah doğuran səmimiyyətdən uzaq davranışlardır. Məsələn, belə paylaşımlar olur. İmam Hüseynə Kərbəlada bir nəfər kömək edən olmadı, amma bugün milyonlarla davamçısı var. Bax, burada soruşan lazımdır ki, bax bu milyonlar hal-hazırda heç başqa yeri yox, öz ölkən üçün tali yüklü hansı məsələni, ən xırda bir məsələni, problemi həll edə bilirmi? Yəni bu qədər milyon yığılmısınız bir yerə, nə olsun da, nə edirsiniz, kimə nə xeyriniz var? Bugün sənin də ölkəndə öz dövrünün Yezidi var. Sən ona qarşı Hüseyn olmalısan. Əgər Hüseyn kimi ola bilmirsənsə, boş-boş şablon fikirlərdən nə çıxacaq? Bugün sənin də öz dövrünün Fironu var. Sən ona qarşı Musa olmalısan. İslamın əsas konstitusiyası olan Quranın tək bir düşməni var, o da hədd aşmaq zülmdür. Məhz bütün pis şeylər, zülm, haqsızlıq məhz hədd aşmaqdan törəyir. Bu gün də Azərbaycanda səlahiyyət sahibləri həddini aşır və bu topluluq, bu milyonlar ona qarşı nə edir? Yəni Quranın tələbinə əsasən bu milyonlar ona qarşı etiraz ruhunda olmalıdır, amma bunlar müthiş, səssiz qalır və bu əslində İslam'a görə şirkdir. Yəni Allaha şərik qoşmaq. Bunlar Allahdan başqa heç kimə tabe olmamaq əvəzinə Allahdan başqa hər kəsə tabe olurlar və özləri müsəlman zənn edirlər. Qeyd edək ki, tarixdə İmam Hüseyn irsini ləyaqətlə davam etdirən, bu yolda gəncliyini, həyatını qurban verən insanlar da az olmayıb. Məsələn, 19-cu əsrin 30-cu illərində fransız kolonializminə qarşı mübarizəni başladan Əl-Cəzairi bu hərəkat bir əsr sonra da davam edərək hazırki Əl-Cəzairin tam müstəqilliyi ilə nəticələndi. Həmçinin 20-ci əsrin 30-cu illərində İtalyan faşizminə qarşı mübarizə aparan Səhra Aslanı ləqəbli Ömər Muxtar. İkinci Dünya müharibəsindən sonra ölkədəki iqtisadi və hüquqi problemlərin əsas səbəbkarı olan fransız kolonializminə qarşı mübarizə aparan Musa Sədr, həmçinin İranda Əli Şəriəti və sair bu şəxslər hər biri öz şəxsi mənfəətlərini yox, cəmiyyətin mənfəətlərini düşünür və bu yolda həqiqəti deməkdən çəkinməyiblər. Burada bir daha sual edilməlidir. Bəs siz indiyə qədər yığılıb nə eləmisiniz? Hansı ən xırda hüquqi problemə indiyədək səs eləyə bilmişsiniz? Məhz bu tənqidi, etirazçı ruhdan uzaqlaşmağın nəticəsi hal-hazırda Fələstin də daxil Orta Şərq adlandıran ərazidəki müsəlman ölkələrinin əsas problemlərindən biridir. Baxmayaraq ki, bizdən fərqli olaraq Fələstində azadlıq hərəkatı hələ də davam edir. Onlar ən azından bacardıqlarını edirlər, amma sən onlara baxıb ağlayırsan, halbuki sənin öz günü ağlayan lazımdır axı. Sonda Əli Şəriətin bu statı tam yerinə düşər. Din adına insanları ancaq din xadimləri aldada bilərdi ki, elə də oldu.